Qırğın Çiçəklər serialının çəkildiyi məkanlardan biri də özəl Fənərbağça Eğitim Qurumları mərkəzidir. Yəni bax, məktəbdə çəkilən səhnələr məhz burada yer alır. Yeri gəlmişkən hazırda da komanda digər səhnələrin çəkilişlərinə hazırlaşır. Az sonra isə Qırğın Çiçəklər serialının bütün də olmasa əksər başrol oyuncularını məhz ARB-də Türk Show mağazinində izləyə biləcəksiniz. Ona görə də kanalı dəyişməyin. Necəsiz Nil xanım? Merhaba, uçurum sahnesinden bahsediyorum. Birinci xoş gördük sizi. Hoş bulduk. Nasılsınız? Biz çox yaxşıyıq, siz necəsiz? Değil, çalışıyoruz. Nil xanım, yaman tələsirsiniz. Tələsən təndirə düşər. Evet, yaşlıyız. Çox yaxşı. Və sonuncu səhnəniz çox danışıldı. Yəni Cəmrə ilə Dəfnənin olduğu səhnə və hətta orada bir hissə var idi ki, həqiqətən də o uçurumdan tullanma, yəni uçurumdan atlama görüntülərinin həqiqət olduğunu göstərdi. Qolunuz çox qara idi. Necədir? Ümumiyyətlə o səhnə həqiqətənmi elə çəkildi yoxsa bir qurma idi? Ya gerçekten ya kurmaca değildi. Gerçekten uçuruma gittik. Hatta daha önce provalar yaptık. Nasıl olabilir? Sadece güvenlik amacıyla bizi iple bağladılar. Hani denize düşme tehlikesine karşı önlem alma amacıyla. Ama diğer her şey gerçekti yani. Bizim için de bayağı zorlu ve heyecanlı bir sahneydi. Nasıl yapacağımızı ilk bilemedik yani ilk defa böyle zor bir sahneyle karşılaştık ama çok keyifliydi ama çok zorlandık tabii bayağı uzun sürdü. Yəni hardasa ekstrem var idi həmin səhnədə. Cəmrə həqiqətənmi oradan dənizə atıldı yoxsa? Yok yani düşmesi falan onun gerçek ama en son düşüşünde dublör kullanıldı en son. Bəs o müəyyən hissəyə qədər amma Cəmrə özü idi əlindən tutub saldı. O sarkmaları oraya kadar aşağı inmeleri hep kendisi oynadı Cemre. Və keçək digər bölümlərdə olacaq kiçik bir anonslara, digər bölümlərdə və siz ananızın qızı olmadığınızı öyrəndiniz. Evet öğrendim ve birbirine kattım zaten ortalığı. Cemre sağ olsun ona da bayağı kötü davrandım her zamanki gibi. Bundan sonra necə olacaq hadisələr, necə cərəyan eləyəcək? Ya açıkçası hiçbirimizin fikri yok ama gidişata göre yani sonuçta bunun Serkan kısmı var daha. Ben öğrendim ama kimlerin öğreneceğini bilmiyoruz. Ama ben kötülük yapmaya devam edeceğim tabii ki. Yəni sizin bu serialdakı rolunuz pis xarakterdir. Kötü bir karakter oynuyor. Və sosial şəbəkələrdə yayından sonraki biz Qırğın Çiçəklər serialının setinə, yəni ki, səhnə arxası çəkilişlərinə gedəcək. Hər kəs soruşur ki, mütləq Cəmrə ilə müsahibə elə və əsasda soruşurlar ki, onun gözü açılacaq yoxsa? Yani ben şimdi bilgi vermek istemiyorum. Sürpriz olsun seyircilerimize de. Bence merakla bekleyin. Bakalım açılacak mı? Yaxşı, heç olmasa bu yaxın seriallarda bu öyrənilə biləcəkmi, yoxsa hələ bir neçə seriyadan sonra bu hadisə baş verə bilər? Yani yakın zamanda belli olacak diyelim. Deməli açılacaq ki, bəlli olacaq ki, artıq. Diyeceği belli olacak yakın zaman. Çəkimləriniz nasıl gidiyor? Bəzən lazımdır, çünki başa düşürəm. Güzel gidiyor. Aynı tempoda yoğun bir tempomuz var ama hepimiz mutluyuz artık. İyice alıştık birbirimize. Güzel, keyifli geçiyor. Və Azərbaycanda ilk tanınmanız məhz bu serialda oldu. Yəni bu Qırğın Çiçəklərlə oldu və çox maraqlanır hər kəs, çünki sevimli bir xaraktersiniz orada. Bundan sonra hər hansı bir proyektləriniz olacaqmı? Yeni film və yaxud da yeni serial? İnşallah olur. Ben de heyecanla bekliyorum. Bakalım kısmet. Hayır.